Salam. 5-ci sinif texnologiya fənninin proqramında olan muncuq və muncuq hörmə texnikası dərsində qolbağı iki üsulla sadə zəncir düzməsi və qarşı hörmə texnikaları ilə yerinə yetirəcəyik. Bizə lazım olacaq muncuq, tilov ipi, qayçı və alışqan. Tilov ipinin bərkidilməsi üçün istifadə olunur. Tilov ipini təxmini 1 metr uzunluqda kəsirik və tilov ipinin iki ucundan da istifadə edəcəyik. İlk düzmədə 10 ədəd muncuq yerləşdiririk. Və sonuncu 10-cu. İki ədəd muncuqdan ayırırıq. Qarşı tərəfdəki, tilov ipinin qarşı tərəfdəki ucunu bu 2 ədəd muncuğun ortasından keçirərək tilov ipinin iki ucundan da yapışaraq belə dartırıq və belə bir dairə qapanır. İndi isə hər ucuna 4 ədəd keçirərək 1, 2, 3, 4. Bu bir ucunaydı. Digər ucuna da 4 ədəd və 1, 2, 3, 4. Bu 4 ədədi də bu ucuna keçirdik. Əlavə olaraq fərq etmir, hər hansısa bir ucuna 2 ədəd muncuq keçirib digər ucunu bu 2 ədəd muncuğun içərisindən qarşı tərəfə keçirib 2 ucunu da dartırıq. Bayaq etdiyimiz kimi. Bu texnikanın adı qarşıya hörmədir. İkinci halqamız da tamamlandı. Başlayanda sadə zəncir düzməsi, yəni bu sadə zəncir düzməsidir. 1, 2, 3, 4. Bu oldu sadə zəncir düzməsi. İndi digər ucuna keçirik. 4 ədəd də bu ucuna yığıb 1, 2, 3, 4 ötürdük. 2 ədəd fərq etmir hansı ucuna isə keçirib digər ucunu içərisindən qarşı tərəfə keçirərək ikisinin də içərisindən keçməlidir. Keçirdik və tilov ipinin uclarını tutaraq, ikisini də birlikdə tutaraq dartıb və bu qayda ilə biz 11 ədəd belə halqa hazırlayırıq. Getdik. Qolbağımız qolun diametrinə uyğun hazırlandı. İndi isə bunu qolda dayanması üçün zəncirbənd düzəltmək lazımdır. Uşaqların bir çoxu zəncirbəndi tapa bilmədiyi üçün mən sadə üsuldan istifadə edərək zəncirbəndi indi düzəldəcəm.
Deməli, iki ucundan da istifadə edəcəyik. Yenə də tilov ipi və muncuqlardan sadə düzmə texnikasından istifadə edərək muncuqları düzək. Dört. 10 ədəd muncuq yığaq. İndi yoxlayaq görək bəs eləyir, kifayət edir, yoxsa etmir. Yox, 4 ədəd də yığmaq lazımdır. Gül formasında zəncirbənd düzəldib halqaların sonuncusundan keçirərək bağlamaq olar. Kifayət edir. İndi digər tərəfinə keçirək. Bu gülün bir ləçəyi olacaq. Burada biz baxın, burada qarşı hörmə bitmişdi. Bu tilov ipinin bu ucuna 10 ədəd muncuq keçirərək sonuncu muncuğun içərisindən tilov ipinin ucunu keçiririk. Biraz səbirli olmaq lazımdır. Yəni keçirdik və dartırıq. Bu bir ucunu da əlimizdən buraxmayaraq bir dəfə dövr edir tilov ipi. Təkrarən ucu fərq etmir, hər hansısa bir yaxında duran muncuğun içərisindən keçməlidir. Eğer ucu əyilibsə, biz bunun ucunu kəsib yeniləyirik. Biz burada dövr etdiyimizə görə o muncuğun daxilindən keçirmək mümkün deyil. Ona görə də biz aşağıdakı muncuqdan çalışıb keçirməliyik. Keçirdik. Dartırıq. Dartdıq. Bu ucunu saxlayırıq yenə muncuq yığacağıq. Digər ucunu artıq muncuqları yığmışıq. Keçiririk ən yaxında olan bir muncuğun içərisindən. Bu işi iğne ilə yerinə yetirmək daha rahat olar düşünürəm. Sadəcə olaraq iğne ilə daha çox vaxt sərf edəcək.
Keçirdik. Bunu da bir tilov ipini bir dövür fırladarak İndi yenə biz iki ucuna da 10 ədəd muncuq yığıb gülün digər iki ləçəyini də düzəldərək tamamlayırıq. Eyni qayda ilə ləçək yaradaraq yaxın bir muncuğun daxilindən keçirərək yine bir dövür ləçəyi vuraraq bu üçüncü ləçəyin tamamlanmasında biz burada artıq düyün vururuq. Çünkü tilov ipinin bu ucunda artıq işimiz bitti. Bir dəfə də düyün vuraq. Və kəsib alışqan ilə bərkilirik ki açılmasın. Davam edirik sonuncu ləçəyi ilə. Muncuqların ölçüləri fərqli olduğuna görə biz artıq onun uzunluğuna, eninə də diqqət yetirməliyik. İndi yaxında yerləşən bir biserin daxilindən keçirərək keçdim. Sonuncu ləçəyimizi də belə düzəldərək tilov ipini bir dövür fırladaraq yenə də düyün vurmalıyıq. Bir düğün, bir ədəd də düğün vurduktan sonra kəsə bilərik. Belə. İşimiz tamamlandı. İndi digər ucu üçün də halqa düzəldək. Əlavə olaraq tilov ipi götürüb
sadə zəncir düzməsi ilə yığaraq boncukları halqa düzələcək. Halqanı elə etməliyik ki, burada yerləşən gül ləçəkləri onun daxilindən keçə bilsin. Yoxlayaq. 2 ədəd də yerləşdirsək, keçər düşünürəm. Bu qədər yığdıq. İndi halqanın daxilindən keçirərək düyün atmalıyıq. Artıq tilov ipini kesib alışqanla sabitləyək. Geçirək. Və budur. Belə. Bunu nə qədər dartsaq da çıxmayacaq. Hərə öz qoluna uyğun, qolunun diametrinə uyğun belə bir qolbağı düzəldə bilər. Sağ olun.